Salam əziz müəllimlər. Bugünkü test izahım non-clause test izahlarıdır. Choose a correct variant with subject subordinate clause, yəni mübtədə budaq cümləsidir. Mübtədə budaq cümləsini yadımıza salaq. Mübtədə budaq cümləsi bağlayıcı başda gələrsə, mübtədə budaq cümləsi sayılır. Və testlərimizi bir-bir təhlil edəcəyik. Birinci testimiz doğrudur. Çünki whoever bağlayıcıdır və başda gəlibdir. Bu mübtədə budaq cümləmiz hesab olunur. İkinci cümləmizdə bu səhvdir. Və bu cümləmiz nə cümləsi sayılır? Zətdən əvvələ baxırıq. Feil işlənibdir. Yəni baş cümləmiz feillə bitir. Bu bağlayıcıdan əvvəl əgər feil işlənərsə, bu tamamlıq budaq cümləsi hesab olunur. Üçüncü testimiz səhvdir. Məsələn, where bağlayıcımız işlənib. Where'dən əvvəl baxırıq ki, feil işlənibdir. Bu da deməli tamamlıq budaq cümləmiz hesab olunur. Dördüncü testimiz bizim whomever, yəni bağlayıcı ilə başlayır. Bu isə mübtədə budaq cümləmiz hesab olunur. Yəni subject subordinate clause. 1, 4, C variantı. İkinci testimiz choose a correct variant with object subordinate clause. Yəni tamamlıq budaq cümləsini bizdən istəyir. Tamamlıq budaq cümləmiz bağlayıcılardan əvvəl feil işlənərsə, yəni tell, know, məsələn, order, say kimi feillər işlənərsə, o tamamlıq budaq cümləsi hesab olunur. Baxırıq, birinci cümləmiz görürsünüz, bağlayıcı ilə başlayıb, bu mübtədə budaq cümləsidir. Bunu götürmürük. İkinci, zət bağlayıcıdan əvvələ baxırıq, feillə bitir. Deməli, bu tamamlıq budaq cümləmizdir. İkinci, where'dən əvvələ baxırıq, tamamlıqla bitir, feillə bitir. Deməli, bu tamamlıq budaq cümləsidir. Üçüncü, whomever, yəni bağlayıcı ilə başlayıbsa, deməli, bu mübtədə budaq cümləmizdir. Bunu götürmürük. 2, 3, deməli, D variantı. Üçüncü testimizdə match the clauses with their types, yəni burada clause'ları necə uyğunlaşdıracağıq? Subject verilib, mübtədə, object, tamamlıq, predicative, deməli, xəbər. Bu ikisinin qaydasını demişəm. Predicative isə, yəni xəbər budaq cümləmiz bağlayıcılardan əvvəl to be-nin is, was işlənərsə və yaxud da ki, məsəl üçün trust is, believe is, məsəl üçün dear is, the fact is, bu cür ifadələr görərsək, bu deməli xəbər budaq cümləsi hesab olunur. Keçirik testimizə. Birinci testimizdə zətdən əvvələ baxırıq. To be, was işlənibsə, bu xəbər budaq cümləsidir. Biri götürürük. Deməli, bir nəyə aiddir? C-yə aiddir. İkincidə why verilib. Baxırıq, bağlayıcıdan əvvələ feil verilibdir. Bu tamamlıqdır. Bu isə deməli hansıdır? Objektdir. Yəni objekt götürürük. Üçüncü would, yəni bağlayıcı ilə başlayırsa, bu isə mübtədə budaq cümləsidir. Bu isə A variantına aiddir. 1C, deməli 2B, 2B variantdan yazın bunda. 2B, 1C, 2B doğru variantımız B variantı.